Və in xiftum əllə tuqsitu fil yetəmə fənkihu. Tərcüməsini necə veribdilər? Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunsa, onda xoşunuza gələn, baxın. Halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Baxın, indiyə qədər ikinci, üçüncü, dördüncü ilə evlənənlər özlərindən yaşlı və yaxud da birinci xanımından gözəl olmayan xanımlarla evlənibdilər. Həmişə neynirlər? Çalışıbdılar birinci xanımdan fərqli olan, birinci xanımı ilə uyğun gəlməyən bəzi məsələləri ikinci xanımı ilə həyata keçirmək üçün. Yəni yetimlərlə bağlı hansısa qorxuya görə mü evlənibdilər? Yoxsa bütün bu evliliklər, ikinci və üçüncülər hamısı şəhvani məsələlərlə bağlı olur. Eyni məsələni Quran-ı Kərimin 24-cü surəsi var. 24-cü surənin 32-ci ayəsindən gəlin baxın. Baxın, burada deyir, fənkihu, mənasını necə veribdilər? Evlənin. İndi gəlirəm açıram. 24-cü surənin 32-ci ayəsinə. Baxın, burada nə deyir? Vankihu. Tərcüməsini necə veribdilər? Ən axırda evləndirin. Nə oldu? Bu tərəfdə Nisa surəsində gələndə evlənin. Eyni söz gəlir Quran-ı Kərimin Nur surəsinin 32-ci ayəsinə. Burada evlənin mənasını verirsin. Ayrı vaxt deyirlər ki, ərəblərdən yaxşı bir qardaş, buyurun. Tərcüməsini verin. Mənalandırın. Mən də deyim ki, bəli, həqiqətən halal olsun sizə. Doğru buyurdunuz. Mən səhv eləmişəm. Hər kəsdən üzr istəyəcəyimi deyəcəm. Dəyərli müsəlman bacı və qardaşlarımız, biz deyirik ki, Elşad Miri ərəb dili bilmir. Və bunu hardan deyirik? Elşad Miri bizə bir meydan oxuyub. Və biz də onun bu çağırışına, meydan oxumasına cavab verəcəyik. Elşad Miri deyir ki, Quran-ı Kərimdə iki eyni mənada olan feili ayrı-ayrı tərcümə etmişsiniz. Mən sizə ispat edirəm ki, bunların mənası eynidir. Əgər elə deyilsə, mən xəta etmişəmsə, buyurun, çıxın, izah eləyin, bəyan eləyin. Mən də deyim ki, düz deyirsiniz, mən səhv eləmişəm, xəta eləmişəm, çıxım, bəyan eləyim. Yəni sözündən belə çıxır ki, mən də öz növbəmdə deyim ki, hə, Allah razı olsun, siz mənə öyrətdiniz, mən xəta eləmişəm. Deməli, dəyərli müsəlman bacı və qardaşlarımız, Elşad Mirinin bu tələbinə uyğun olaraq mən ona cavab verirəm və müqabilində ondan cavab gözləyirəm. Həmçinin Elşad Mirinin tərəfdarlarına deyirəm ki, siz görəcəksiniz bu videonun əvvəlində Elşad Mirinin öz çıxışını qoyacam. Adam deyir ki, siz səhv eləmişsiniz, mən sizə ispat eləyirəm. Əgər mən də səhv eləyirəmsə, siz çıxıb cavab verərsiniz. Baxın, mən cavab verəcəm sizə. Deməli, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə Nisa surəsi 3-cü ayədə bizə evlənməkdən danışır. Allah Teala buyurur ki, o ayədə فَنْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ الْآيَةِ Qadınlardan, düzdür orada yetim qadınlardan söhbət gedir. Bizim söhbətimiz o deyil ki, yetim qadınlar və ya yetim olmayan qadınlar. Məsələ orada feildən gedir. Allah Teala buyurur ki, فَنْكِحُوا evlənin. Deməli, bu feilin kökü nəkəhə feilindəndir. Nəkəhə. Digər bir ayədə Allah Teala buyurur ki, deməli, Nur surəsində Allah Teala 32-ci ayə olmalıdır. İnşallah səhv eləmirəmsə, buyurur ki, Allah Teala وَأَنْكِحُوا الْأَيَامَ مِنْكُمْ Allah Teala buyurur ki, evləndirin yetimləri. Yetim qızları və oğlanları evləndirin. Dəyərli müsəlman bacı və qardaşlarım, bu ayədə isə Allah Teala ənkihə feilini istifadə edir. Az öncə qeyd elədiyim Nisa surəsi 3-cü ayədə Allah Teala nəkəhə feilini istifadə edir, buyurur ki, fənkihu evlənin. Nur surəsi 32-ci ayədə isə Allah Teala buyurur ki, və ənkihu evləndirin. Deməli, dəyərli müsəlman bacı və qardaşlarım, bu ayələrin hər birinin mənası ayrı-ayrıdır. Hardan bilirik? Nisa surəsi 3-cü ayədə nəkəhə feilidir. Nur surəsi 32-ci ayədə ənkəhə feilidir. Nəkəhə evləndi, ənkəhə evləndirdi. Bu feil ikisi də ayrı-ayrı mənadadır. Elşad Miri deyir ki, yox, bu feillər eyni mənadadır. Dəyərli müsəlman, bacı və qardaşlarımız, ərəb dili bilən və bilməyənlər, ərəb dili bilənlər özləri baxsınlar, ərəb dili bilməyənlər də xüsusilə Elşad Mirinin tərəfini tutanlar ədalətlə baxın məsələyə. Ərəb dili bilənlərdən soruşun və yaxud da Elşad Mirinin özünün dediyi kimi Həzrət Qoqula baxın, orada görəcəksiniz. Nəkəhə feili evləndi, ənkəhə evləndirdi deməkdir. Baxın, görün, bu feillərin mənaları eynidir, yoxsa ayrıdırmı? Adam bizə meydan oxuyur. Deyir, eynidir. Mən deyirəm ki, bu feillər ayrı-ayrı mənadadır. Bu feillər oxşuyur nəyə? Xarəcə və əxrəcə. Deməli, xarəcə çıxdı, əxrəcə çıxartdı. Həmçinin nəkəhə evləndi, ənkəhə evləndirdi. Əgər biz desək ki, nəkəhə, ənkəhə eyni mənadadır, onda xarəcə, əxrəcə eyni mənadadır. Əgər eyni mənada sayılsa xarəcə ilə əxrəcə,
onda bu ayələrə nə deyirsiz Quran-ı Kərimdə? Məsələn, əxrəcə üçün Allah Teala buyurur ki, Vallahu əxrəcəkum min butuni umməhatikum la ta'lamun şey'a. Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Bu əxrəcə feilində bir nümunə idi. Başqa bir ayə xaracə feilində nümunə. Allah Teala buyurur ki, xaracu min diyarihim. Onlar öz diyarlarından çıxdılar. Və bu cür ayələr çoxdur. İnşallah biz bu ayələri qeyd eləyəcəyik, baxacaqsınız. Yəni, xaracu min diyarihim. Onlar diyarlarından çıxdılar ayəsi. Vallahu axracakum min butuni ummahatikum. Allah sizi analarınızın bətnindən çıxartdı ayəsi ilə eyni mənada ola bilərmi? Dəyərli ağıl sahibləri. Əlbəttə ki, eyni deyil. Lakin yenə seçimi sizin öz ixtiyarınıza buraxırıq. Baxın, Allahın izni ilə araşdırın, lakin ədalətli olun. Allah Teala buyurur ki, La yecrimənnəkum şənəənə qavmin alə əllə tə'dilu, i'dilu huva aqrabu littəqva. Bir qövmə olan nifrətiniz sizi ədalətsizliyə aparmasın. Allah Teala nədir? İ'dilu, ədalətli olun. Huva aqrabu littəqva. O, Allah qorxusuna daha yaxındır. Eşad mirinin dili ilə desək, bu məsuliyyətli olmağa daha yaxındır. Çünki o təqvaya məsuliyyətlidir. Baxın, dəyərli müsəlman, bacı və qardaşlarım, nəkəhə ayrı mənadadır, ənkəhə ayrı mənadadır, xaracə ayrı mənadadır, axracə ayrı mənadadır. Budur Eşad müəllim. Biz sənə cavab verdik. İndi sənin cavabı gözləyirik. Çünki sən həmişə dəfələrlə danışanda deyirsən ki, ədalətli olanlar, əhdini yerinə yetirənlər, doğru danışanlar və böhtan atmayanlar. Bax, səndən cavab gözləyirik. Gözləyirik ki, sən də çıxasan, deyəsən ki, əvvəldə necə qeyd eləmişdin, mənə bəyan eləyin, izah eləyin. Biz də sənə bəyan etdik. Allahdan istəyirik ki, Allah Teala sənə hidayət versin. Qəlbini açsın, haqqı sənə haqq kimi göstərsin və ona tabi olmağı nəsib etsin. Batili batil kimi göstərsin və ondan çəkinməyi sənə nəsib etsin və səni səmimi tövbəyə müvəffəq etsin. Və tubu ilallahi tövbətən nasuhə. Bu ayəni əməl etməyə səni müvəffəq etsin. Baxmayaraq ki, sən Allahın kitabını inkar edirsən, lakin biz sənin üçün hidayət istəməyə belə paxıllıq etmirik. Vəlhamdülillahi Rabbil ələmin.